Xəritəyə baxanda eyni dildə ünsiyyət quran, eyni soy kökə bağlanan onlarla xalq görə bilərik. Lakin müasir qlobal nizam elə bir nöqtədədir ki, ortaq genetik və mədəni keçmiş dövlətləri müharibələrdən, qanlı toqquşmalardan sığortalanmır. Dünyada eyni kökdən gələn qardaş xalqların savaşı davam etdiyi bir vaxtda Bakı ilə Ankara tamamilə unikal bir model təqdim edir. Sərhədləri aşan, kağız üzərindəki imzaları qəlblərə köçürən bir ittifaq. Şuşa Qlobal Media Forumunda prezidentin dünyaya verdiyi əsas mesaj da məhz bu sarsılmazlığın formulu ilə bağlı idi. Ayşən Rəhimin reportajı var. Şuşa Qlobal Media Forumu sadəcə informasiya cərəyanlarının müzakirə edildiyi platforma deyil, qlobal siyasi güc mərkəzlərinin Şərqlə Qərbin qovşağındakı yeni reallıqları qəbul etdiyi ali kürsü olaraq qiymətləndirilir. Bu tarixi məkandan verilən bəyanatlar, xüsusilə Bakı və Ankara arasındakı sarsılmaz ittifaqın təhlili, Şuşanı regional siyasətin taleyini həll edən əsas mərkəz kimi bir daha rəsmiləşdirdi. Prezident İlham Əliyev müasir dünyada tənəzzül edən beynəlxalq hüquq və parçalanan ittifaqların fonunda Azərbaycan-Türkiyə münasibətlərinin bənzərsizliyini, sarsılmazlığını və heç bir güc tərəfindən sınağa çəkilə bilməyəcək qədər ali olduğunu bu bəyanatla ifadə etdi. Türkiyə və Azərbaycan kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur. Əməkdaşlıq səviyyəsi, siyasi, iqtisadi, enerji bağlantıları və insanlar arasında olan münasibətlərə baxın. Biz dünyada bir-birinə bu qədər yaxın olan digər iki ölkə tanımırıq. Bu qədər bir-birini dəstəkləsin, dostluq etsin. Bu, xalqlarımızın böyük zənginliyidir. Biz bircə daha güclüyük. Bu, həmçinin regional sabitliyin mühüm meyarıdır. Dövlət başçısının vurğuladığı bu güc sadəcə emosional bəyanatlara söykənmir. O, həm də dəmir hərbi strateji təmələ malikdir. İki qardaş ölkə arasında münasibətlər sadəcə dostluq səviyyəsində qalmadı. Şuşa bəyannaməsi ilə rəsmən müttəfiqlik, ortaq müdafiə çətiri statusu qazandı. Türkiye-Azerbaycan ilişkilerinin bu kadar iyi ilerliyor olması sadece ortak geçmişe bağlı değildir. Çünkü iki ülke arasındaki ortak devlet aklı ve ortak jeopolitik ve jeostratejik hedeflerin birlikte inşa ediliyor olduğu bir dönemde Türkiye-Azerbaycan ortak savunma, ortak doktrin ve ortak gelecek inşa etmektedirler. 2021 yılında imzalanan Şuşa beyannamesi iki kardeş ülke için bir zirve noktası olduğu da muhakkaktır. Bugün Şərqi Avropada eyni sivilizasiya kökündən gələn Slavyan xalqlarının bir-birini necə amansızcasına məhv etdiyini bütün dünya seyr edir. Demək ki, eyni qandan və eyni dildən olmaq hər zaman sülhün qarantı demək deyilmiş. Məhz bu xaos fonunda Azərbaycan və Türkiyə ortaq mənşəyi real iqtisadi, siyasi və hərbi qüdrətə çevirərək parçalanan dünya nizamına yeni bir müttəfiqlik dərsi keçir. Bu unikal model bütövlükdə Türk dünyasının gələcək inteqrasiya xəritəsini cızır. İqtisadi məsələlərdə Türk dövlətləri bir-birinə günü-gündən daha çox inteqrasiya edirlər. Dövlət quruculuğu məsələlərində bir-birinə təcrübəsini öyrənməyə çalışırlar. Mədəniyyət sahəsində əlaqələr günü-gündən dərinləşir və Türk dövlətləri gənclərin digər ölkələrin universitetlərində təhsil almasına, tədqiqatlarında iştirak etməsinə xüsusi önəm verirlər. Və Cənab Prezidentimizin Şuşada Türk dünyası ilə bağlı verdiyi mesaj bir daha göstərdi ki, Azərbaycan Türk birliyinə sadiqdir. Tarixin ən gərgin sınaqlarından, həmçinin tarixin ən böyük zəfər yollarından keçən Bakı-Ankara tandemi bugün bütün bəşəriyyətə sübut etdi ki, əsl qardaşlıq təhdidlər qarşısında geri çəkilmək yox, çiyin-çiyinə verib yeni reallıqlar yaratmaqdır. Dünyadakı süni ittifaqların bir-bir dağıldığı xaos nizamında Qarabağın qəlbindən Şuşadan ucalan bu səs sadəcə iki dövlətin bəyanatı deyil, yeni dünya xəritəsində parlayan Türk birliyinin sarsılmaz zirvəsidir.